Yaşıl alçanı xoşlamayan insan yoxdur. Hələ bir də may ayının alça mövsümü olduğunu nəzərə alsaq, mənzərə tam aydın görünər. Alçanın insan orqanizmi üçün faydaları çoxdur. Bugün sizə alçanın insan orqanizminə 11 faydasından danışacağıq. Alçanı duza batırıb yeyənlərə də xüsusi xəbərimiz var. 1. Yaşıl alçanın tərkibində təbii turşu miqdarı yüksəkdir. Bu turşular insan orqanizminə faydalıdır. 2. Alçanın tərkibindəki sitrik turşu laktik turşunu təsirsiz eləyir. Bu isə yorğunluğun qarşısını alır. 3. Yaşıl alçanı qatıq, ayran, pendir kimi süd məhsulları ilə qəbul edəndə kalsium miqdarı artır. Diş və sümük sağlamlığına müsbət təsir eləyir. 4. Yumurta, ət, balıq, hindquşu kimi ağır proteinli qidalarla birlikdə qəbul edəndə bu qidaların turşu təsirini azaldır və neytrallaşmanı təmin eləyir. Bunun sayəsində arıqlamağa da faydalıdır. 5. Tərkibində kalsium fosfor var. Eyni zamanda kalsiumun miqdarını artıran maddələr də var. Uşaq və yaşlı insan qidalanmasında tətbiq edilməli meyvədir. 6. Həzmi asanlaşdırır və qəbizlik probleminin qarşısını alır. 7. Müntəzəm olaraq qəbul edildikdə yaşıl alça diş ətlərini gücləndirir. 8. Tərkibində C vitamini var və sayəsində immunitet sistemi güclənir. 9. Dəmiri artırır və qan azlığının qarşısını alır. 10. Qocalmanın qarşısını alır, dərini yeniləyir. Tərkibində olan fitoflavonoidlər və vitaminlər toxuma və bağ yeniləməsini sürətləndirir. Bu isə arıqlama prosesini dəstəkləyir. 11. Qanın tərkibində şəkərin miqdarını normallaşdırır. Banan, kivi, əncir kimi qanın tərkibindəki şəkəri sürətlə artırmır. Qeyd edək ki, 200 qram yaşıl alca cəmi 94 kaloridir. Duz ilə qəbul etmək şişkinliyə səbəb olur. Bundan başqa duzun başqa ziyanları da ola bilər. Bu səbəbdən həkimlər yaşıl alçanı duza batırıb yeməyi məsləhət görmürlər. Videonu izlədiyiniz üçün hər birinizə təşəkkür edirik. Videonun altındakı bəyənmə düyməsini basaraq kanalımıza dəstək olmağı unutmayın.